Aktyorluq, rejissorluq, ssenaristlik kursları. Hamısı bir arada. Uşaqlıq xəyalları heç bu qədər əlçatan olmamışdı. Həyatına rəhbər, təhsildən istehsala addımlar. Müasir Azərbaycan kinosunun formalaşmasında sənin də rolun olsun. İstəmirəm orada işləməyi. Sənin istəməyinlə deyil, Ayan. Başa düşdün? Mən o məktəbdə xadimə işləyəcəm, bitdi. Nə olub, səssiz gəlsin. İşverənlə görüşməyin, sizə də yoluxar. Aralayın da. Nəyə maraqlanırsan mənlə? Ayan, axırı pis olacaq. Nə qədər danışım bunu səndən, hə? Sən hansı üzlə bunlar mənə deyirsən? Qorumaq istəyirəm də, səni bir bacı kimi qorumaq istəyirəm səni. Həm də özünüz də bilirsiniz də, Araz işverəndir. Ona hər şey gözləmək olar. İşverən deyil. Amma bizim elədiyimiz ona da azdır. Küçədə iş verənlərə yeri yoxdur. Deməli belə. Sən Murada yaxınlaşırsan, onun bütün danışıqlarını telefona çəkirsən və bunu Muradın bütün dost ətrafına göstərik.
Xoş gəldin. Bu nə stol, nəsə qeyd edir? Nəsə qeyd etməliyik. Nə bilim, bu qədər bəzənmisən, stol düzəltmisən. Əyləş. İstəyirəm ki, aramızdakı problemləri, evimizdə olan bu soyuqçuluğu bu gecə danışaq, həll edək. Çətin, amma yoxlaya bilərik. Yoxlamalıyıq, çünki bizim bir oğlumuz var. Mən bunu çoxdan da deyirəm. Başa düşmək istəmirəm, yox. Sadəcə elə alınır ki, biz anlaşa bilmirik. Bir-birimizi başa da düşə bilmirik. Yaxşı, yoxlayaq görək. Bu vaxtda kim gələ bilər ki? Bilməm, bir baxım. Necədir? Əməliyyatdadır, gözləyirik, biz də cavab gözləyirik. Birazdan çıxar evə. Murad hardadır? Bölməyə apardılar. Necə olacaq Murad? Ha? Atanla mən iş yoldaşı olmuşuq, dost olmuşuq. Bunun bir sonu olacaq? Yoxsa yox? Ha? Murad? Ya bir üzüme bak. Ya bacın necə olacaq? 12 il belindədir. Nədir bu, Murad? Bu nədir? Oğlanlıqdır bu. Gözünü döymə deyirəm, bacın necə olacaq? Yaxşı olacaq mı? Xoşbəxtlikdən daxili orqanları zədələnməyib. Bir neçə saat nəzarət altında qalandan sonra palataya köçüləcək. Allah şəfa versin. Çox sağ ol. Yaxşı.
Arif, bağışla bu vaxt narahat eləyirəm sizi. Ayana neçə saatdır zəng eləyirəm, götürmür. Bir də nə olar, Araz evdədirsə ondan soruşun da. Bəlkə bilir hara gedib. Yox, Araz da yoxdur. Qoy mənə zəng eləyim, bəlkə bir yerdədirlər elə. Gör neçə saatdır məktəbdən çıxıblar. Tabii narahat olma, gəl. Götürdür. Alo, Araz. Siz hardasınız? Ayan səndən bir yerdədir. Nə necə? Nəsə olub? Nə olub? Yaxşı. Onda Ayanı gətir heç olmasa, anası Yanındadır. narahatdır. Yaxşı, yaxşı oldu. Nəsə olub? Mehman, qara sağlanan kimi çayxanaya baxarsan desən. Naxır olma ağlımdadır. Mən gedib məni bağlayayım, gəlim, açıq qal. Sən buradasan da? Hə, narahat olma. Çox sağ ol. Yaxşısan? Yaxşı olacaq. Qaranı tanıyırım. Güclüdür. Ətraflı danışmadı. Aras mən də tam bilmirəm məsələni. Amma Ayanı gətir dedi. Dedi gətirəcək. Sən narahat olma, get evə. İndi mən bir də danışaram onlarla, tamam? Yaxşı. Onda mənlə əlaqə saxlasın da. Hə, narahat olma, narahat olma. Çox sağ ol. Bağışlayın vaxt narahat Yox, elədim problem yox, narahat olma. Üzürü say. Oldu. Səndən niyə soruşur qızını? Başqa kimdən soruşsun? Ən yaxın qonşusu bizik də. Bütün qonşular səndən soruşmalıdır qızını, oğlunu. Sən nə danışırsan, Mən nə danışıram? Mən düz danışıram. Orada adam canına əlləşir, sən burada nədən... Cəhənnəmə əlləşsin, getsin, başqa yerdə qızını axtarsın. Göz saat neçədir? Mənim evimdə niyə axtarır qızını? Məndədir günah ki, sənə süfrə hazırlayıram, sənə bir şans verirəm. Sən o şansı Könül xanımla dəyərləndirirsən. Bunun bu məsələyə dəxli var. Çox dəxli var. Görərsən sən. Sən hər şeyi səhv başa düşməyə öyrəşmirsən. Nəyi sən başa düşürəm mən? Qızını itirir, səndən axtarır. Nə lazımdır, səndən dərdləşir. Bu üzü sən verirsən də ona. Daha qurtardı. Vəsiya, başlayıram səni. Cəhənnəmə başa. Heç vecmə də deyil. Güya yanımda olub neynəmsən ki? Hə? Normalni bir ərmi olmusan mənə? Hə? Yoxsa bir atamı olmusan? Yoxsa bir ailə başçısı mı olmusan? Nə olmusan mənə? Heç vecmə də deyil indən sonra. İndən sonra bir sən nə eləyərsən? Oğlunu da götür baxarsan oğluna. Cəhənnəmə kimi. Yaxşısan? Yox. Yaxşı köməklədim. Sən olmasaydın işdə hara gedərdi heç fikirləşə bilmirəm. Amma kaş qara
Nəzərə belə olmazdı. Bir də onu fikirləşə bilmədik. Xeyr canım. Heç fikirləşmədin mənim. Mən sənin bacınam, Heç düşünmürsən? Elə ancaq küçələrin oldu, on oldu. Bir dəfə soruşmursan necəyəm? Sevirəm də Qaranı. Günahdır sevmək. Sən mənim arxamda durmalıydın. Mən qorumalıydın. Cavab ver də. İndi kim yiyə duracaq mənə? Tək buraxdın məni. Fikirləşmirsən, nə edəcəm mən? Hə? Cavab ver də! Cavab ver də! Cavab ver! Cavab ver də! Gündüz gitti, gece geldi, görmedim. Rahat olmur, neden böyle yüreğim? Gah darıxır, gah sevinir. Sinemde bülbül kimi dile gelir yüreğim. Gah darıxır, gah sevinir. Sinemde bülbül kimi dile gelir yüreğim. Dile gelir yüreğim. Nə oldu, necədir qara? Yaxşıdır. Yenə şükür. Yəqin bir iki günə özünə gələr, narahat olma. Nəsə aclığın var? Yemək verim sənə. Yox. Yeməyi yemişdim orada. Lap yaxşı. Onda get biraz dincəl. Gecə də yatmamısan. Get, istirahət elə. Yaxşı. Danışmağa gəlməmişəm bura. Normal qadın kimi danışmaq istəyirəm səndən. Nə barədə? Arifdən uzaq dur. İstəmirəm evimdə söz-söhbət yaransın. Mənim sənin əlindən heç bir işim yoxdur. Bir də buna görə mənim qapımı döymə. Sonra danışarıq. Beyinə daxil keçərsən, ketanal da bir də. Xəstəmizin vəziyyəti yaxşıdır. Yaxınlarından kimsə bir nəfər alma keçə bilər yanına. Yaxşı, onda mən oyadıb göndərərəm. Yaxşı. Tibb bacısına deyərsiniz, sizə yönləndilər palataya. Yaxşı? Çox sağ olun. Adınız necə olun? Zəhra. Yaxşı. Xədicə. Xədicə. Dur get Qarayın yanına. İndi? Hə.
Orada Zəhra hakim var. Onu tapıb göstərəcəksən. Arazın anası Arif müəllimlə mən bu yaxınlarda gördü. Amma səhv başa düşdü. Heç onun düşündüyü kimi deyil. Açıqlama vermək məcburiyyətində deyilsən. Bu sənin həyatındır. Mən qarışmıram. İndi məktəbə getməliyəm. Axşam gələni danışarıq, yaxşı? Biraz dincələrdin də, gecə də yatmamısan. Bu gün məktəbə getməsən də olar. Yox, eyb yox. Aras, qənəzər mi? Yaxşıdır. Oyanıb Xədicə yanındadır. Yaxşı. Yəni vəziyyəti normaldır, problem yoxdur. Yaxşıdır, yaxşıdır. Qorxulu bir şey yox. Baxaq xəstəmizin vəziyyəti necədir? Sistem gedir, əla. Yaxşıdır xəstəmizin vəziyyəti. Narkozda da özünə gələcək. Əməliyyat əsas odu uğurlu keçib, yaxşı keçib. Biraz hələ özünə gəlməlidir. Gözləyə 1-2 gün gözləyə. Stabildir xəstənin vəziyyəti. Narahat olmayın. Allah şəfa versin. Nə olub, yəni evdə nəsə olub? Yox, qayıb oldum. Amma bir tərəfdən də evdə anam da biraz əsəbimi pozdu. Həmişək kimi də. Sevə bilərsən? Bir var 20 yaşında sevgi, hə. Bir də var indiki 40 yaşında sevgi. Hansını desin? Səncə hansı daha çox inam verir? 40. 40 deyərdim. Deməli, dava olub. Davanın içində var Qara, Araz, bir də ki Murad. Murad istəyib ki, Arazı bıçaqlasın, yolu getmirdilər. Bir də şey olacağı konkret bəlli idi də. Amma indi məsələ orasıdır ki, bıçaqlanan Araz yox, Qara olub. Nə oldu?
Pul ver də mənə. Pul nə edirsən qızım? Yemək alacağam. Yemək evdə qoymuşdum da səhər-səhər. Niyə götürmədin? Kalbasa çörək var idi. İstəmirəm onu. İstəmirəm. Nə qədər lazımdır? Fərq yoxdur. Su alacağam, bir də Su da var idi da Ayan. Nəysə, bir bu cibimdədir. Əlim təmiz deyil, götür, tez elə. İşim çoxdur. Evə gecikmə ya, tez gəl. yaxşı. Nə olub? Keyfin yoxdur. Səni belə sakit görməmişəm. Sən sağ ol. Gör nə edəcəm mən? Qaram, mən əslində bir tərəfdən səni itirməkdən də qorxuram. Mən bir tərəfdən də qardaşım var. Yəni, bilmirəm nə deyim. Qaram. 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 Qara. 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 Qara nə oldu? Qara. Xahiş edirəm 163-cü paltaya gəlin. Xəstənin vəziyyəti ağırdır. Qara. Ay Qara. Uşaqlar, deməli özünüz eşitdiniz də nələr oldu. Muradın axırına hamı gördü məncə. Səhv hərəkət elədi, indi də nəticəsini çəkir. Bundan sonra hamı öz yerini seçsin. Mən heç kimi məcbur eləmirəm. Amma mənlə olmaq istəyirsinizsə hamı öz yerini biləcək. Olmasa nə olacaq? Hə? Hə? Gedin. Nə oldu? Vəziyyəti birdən pisləşdi. Birdən pisləşdi yoxsa Birdən oldu. Danışırdıq, birdən oldu. tamam siz sakinləşin, uzaq qalın zəhmət olmasa. Yaxşıdır. Yəqin ki bu barmağından çıxdığına görə Zarafat eləyirdim, nə olub bə? sizə yəqin ki narkozun hələ təsiri var, birazdan keçəcək. Dediyim kimi siz sakitləşin, düzələcək. yaxşı, yaxşı. Zarafat edirsən. Qələt edirdin. Qələt edirdin. Qudurmusan? Ay yaram. Ay Allah. Sən. Gözlərin də çıxır. Zəhər. Zarafat edir burada. Göstər. Qardaşın yarımçıq qoyduğu işi tamamlayırsan? Qaqaşdan görən başa düşən oğlan oxşamırsan. Nəsə səhv hərəkətimi görmüsən? Qız sevirəm, normaldır da. Normaldır. Bir qızı sevmək normaldır, amma ikisini eyni anda fırlatmaq o anormallıqdır. Mən də ki, anormal adamla anormal danışıram.
necəsən? Yaxşıyam, sən nə dərsən? Sən dərslərinə fokuslan, yaxşı? Sevgi sənə uyğun deyil. Əslində Araz da sənə uyğun deyil. Yəni necə deyim? Onun oxuyan qızlardan çox da xoşu gəlmir. Yəni sənin kimi qızlardan. Qurtardım. Şəkili görmüsən yəqin ki, çox danışmağıma ehtiyac yoxdur, hə? Xoşbəxt olun. Sağ ol. Ümid edirəm ağlına nəsə gəldi. Xatırlayırsan bəzi şeyləri. Nə barədə? Nə barədə olacaq Qara? Bura niyə buradasan sən? Yox. Yaxşı Qara, yadına düşəndə sənlə danışarıq. Xədicə qızım, sən gəl bayra mənə. Qızım, mən sənin atanla bir yerdə işləmişəm. Mən sizə burada köməklik eləmək istəyirəm. Ancaq sən də bilirsən ki, bu məsələdə Qara şikayətçi olmasa da, o cinayət məsuliyyətindən kənarda qalmayacaq. Gəlin siz mənə köməklik eləyin. Bu işi uzatmayın. Yaxşı? Yaxşı. Yaxşı qızım. Qızım. Qızım, burada niyə oturursun? Sən demədin məktəbdə qızım demə mənə? Neyniyim ya, ağzım öyrəşib. Oturma burada, soyuqdur, dur ged evə. Dərsin qutarıb? Neysə, dur ged evə. Qazın üstünə yemək də qoymuşam. İsidib yeyərsən. Biraz gec gələ bilərəm, yaxşı? Atam olsaydı belə olmazdı. O da sənin əlindən başını götürüb getdi türməyə. Düz deyirsən. Atan olsaydı doğrudan belə olmazdı. Həyatımız başqa cür olardı. Amma heç sənin ağlıma gəlməyəcək dərəcədə başqa cür olardı. Bir şey başa düş ki, ay qızım, mən nə edirəmsə sənə görə eləyirəm. Bu formanı keyfimdən giyinməmişəm. İşləmək ayıb deyil. Hələ söhbət qabaqda deyə, bax, bunlar gəldilər, tökülüşdülər. 15 nəfər, 30 nəfər. Gördüm, bizimkilər də uşaq da söhbətləri eləyə bilmədilər. Dedim özüm, Mehman, gir söhbətin içinə həll elə. Mən olmasaydım ölmüş deyə Qara. İndiyə Qara qalmışdı. Çünki... Hamısını sən elədin də. Kanetna, əyibdir. Araz, sən burada nə edirsən? Dərsi gözləyirdim, əməlim. Başlasın girəcəm. Sən əvvəl belə deyildin. Düzdür də. Əvvəl belə deyildi. Baxırsan Mehman əmvə, Mehman əmi ahsantlıqla Mehman əmi olmayıb. Sonunu düşünən Mehman olmaz. Sən öz işinlə məşğul. Sən oxu.
Hə, gözlə, söhbət. Yol gedə bilmirik yenə. Belə getsə məktəbdən ayrılacağam. Yox, elə fikirləşmə. Yəni bu sənin işinə mane olmamalıdır. Yox, istəmir orada işləyim. Sıçan pişik oynayırıq. Heç kəs bilmir ki, ana qızı. Niyə təzə problemlər çıxardır? Nə bilim, utanır məndən. Necəsən? Yaxşı. Dəqiq. Ha. Nə oldu? Dərsdə yox idin. Heç bir də əməliyyata idim gəldim. Heç nə olmadı başqa. Nəsə problem yoxdur. Yox, heç nə olmadı. Nə olacaq? Qara necədir? Xəbərin yoxdur. Yox, hələ cavab çıxmayıb. Gözləyirik. Çox pis oldu ya. Kəş belə olmazdı. Aras. Hara gedirsən? Sən qızın həyatını uçuruma aparsan, buna xəbərin var? O oxuyan ağıllı qız deyə, sənsə küçə uşağı. Ya o sənin həyatıva keçməlidir, yaşam tərzini bilməlidir. Mənim kimi. Ya da sən onun həyatına keçməlisən. Məncə bunları fikirləş, sonra get. Hardaydınız? Mən hazırlıqdaydım, müəllim qoymadı. Ad gündəydim. Babam qoymadı. İsanı? Bilmirəm, yəqin məktəbdə olur. Sara, nə vaxta qədər belə olacaq? Hər deyilənə inanırsan sən. Nə istəyirsən? Sevirəm də səni. Sevirsən? Sən sevməyin budur? Məktəbə yeni xadimə gəlib. Bu xadimə ilə Ayanın nə kimi bir yaxınçılığı var ki, mən onları tez-tez yan-yana görürəm? Sən nədən şübhələnirsən? Nə bilim, bəlkə deyirəm, qohumdular, qonşudular, bilmirəm orasını. Səndə Nə xəbər? qonşu, anasıdır, öz doğma anasıdır. Eləmi deyirsən? Elə deyirəm.
Sara, mən bilsəydim ki, belə olacaq, heç sənə şəkilləri göstərməzdim. Həm də ki, sən yaxşılığın üçün elədim bunu. Başqa heç bir niyyətim yox idi mənim. Bir də bayaq biz əl-ələ tutuşduq. Bu nəsə deməkdir? Yox, heç bir mənası yox idi onun. Sağ ol, kömək elədin. Sən də sağ ol. Hər boşluqda səni Saranın yanında görəm, bir də görsən pis olacaq. Valla özün gördün də, mən heç Bilmirəm nə oyun çevirirsiniz, eləyirsiniz. Tapsam axırı pis olacaqsa. özün də gördün də, Araziyan dedirəm, özü əlimlə tutdum, mən heç şey eləmədim. Əslində Aya'nın atası ilə mənim aramda heç bir fərq yoxdur. Aya'm fikirləşir ki, o da Necə? Aya'm fikirləşir ki, atasının onun yanında deyil. Amma Araz da məni görməzdən gəlir. Nə fərqi var? Yəni yox kimiyəm onun üçün. Yox, fərq çoxdur axı. Necə? Siz faktiki olaraq öz oğlunuzun yanındasınız. Mən onun nə qədər yanında olmağa çalışsam da, yəni ona dəstək olmağa çalışsam da, o məni görməzdən gəlir. Yəni ona bir kömək eləyə bilmirəm. Ona o mühitdən çıxara bilmirəm. Belə olanda siz mənlə fikirləşirəm. Deyirəm, kaş mənim ali təhsilim olardı. Onda bəlkə Ayam da məndən utanmazdı. Bəlkə də. Bəlkə də mən müəllimə işləyərdim, hə, sizin kimi. Ola bilərdi. Yaraşardı mənə müəllim olmaq. Həm də necə?